Deməli, biz indiyə kimi elədiyimiz məsələləri biz horizontal modellə həll eləmişdik, cədvəl üsulunu həll eləmişdik. Bugün isə həmin məsələlərdən birini biz müxabiləşmə üsulu ilə həll edəcəyik. Və görürsünüz ki, biz 12 gedişli məsələmiz var. Biz bu müxabiləşmə üsulunu həll edəcəyik. Və kiminsə də sual olarsa, başa düşmədiyi yer olarsa, dərsdə elə məsələ həll eləyən zaman, izah eləyən zaman desin, həmin an yəni düzəldək. Bu heç. Birinci məsələ. İlk öncə bir daha biz baxaq, təkrarlayaq. Biz bilək ki, aktivlərimiz və xərc və dividend bir kateqoriyadadır və onlar artması debetdədir, azalmaları kreditdədir. Əksinə, öhdəlik kapital gəlirinki artmaları kreditdədir, eləmi? Azalmaları debetdədir. Biz bunu bir düstur olaraq bilirik. Və dedik ki, müxabiləşməni qeyd edən zaman hesablanan adını doğru təsbit etməliyik, hansı element aid olduğunda müəyyən etməliyik. Yəni, element nədir? Bu aktivə mi aiddir, öhdəliyə mi aiddir, kapitala mı aiddir, gəlirə mi aiddir, xərcə mi aiddir? Digər məsələ isə nədir? Biz bunu yazarkən dedik ki, hər zaman və hər zaman birinci debet olan qeyd edəcəyik. Bu bizim əməliyyat jurnalımızdır. Ekranda görürsünüz, buna biz əməliyyatın qeydiyyatı jurnalı da deyirik, deyə bilərik. Yəni, bizim işimiz nədir? Burada əməliyyatları qeyd eləmək. Biz cədvəl üsulunda artma və azalma ifadə eləmək üçün plus minusdan ifadə edirdik. Artıq burada plus minus söhbəti yoxdur. Yəni, plus minusu əvəz eləyən nə var? Debet kredit sözü var. Ona görə də artıq biz bu debetdə qeyd eləyəcəksə, aktiv bir hesab debetdə qeyd eləyəcəksə, bu o demək olacaq ki, bu artır deməkdir. Və bir şey ki, kredit hissədə qeyd eləsək, bu həmin hesab öhdəlik kapital gəlirdirsə, o deməkdir ki, artır demək. Artıq yəni plus minus və yaxud üstə gəl və çıxma işarəsini ifadə eləmək üçün debet kreditdən istifadə edilir. Hansı xanaya qeyd edilirsə, ancaq debet kredit onu ifadə edəcək. Bu debetdir, yox kredit. Yəni, burada qeyd ediləcək rəqəmlər heç birinin qabağına mənfi işarəsi qoymayacaq. Özünüzdə görəsiniz. İlk öncə baxaq. Və biz də hesab adlarını doğru qoymağı öyrənəcəyik. İlk öncə baxaq, müəssisə nizamlama kapitalı olaraq 5000 manatına işə başlayır. Demişdik ki, mütləq 2 hesab iştirak eləməlidir. İlk öncə sual verək özümüzə ki, özümüzü və müəssisənin yerində təsəvvür edək. Və deyək ki, mən nəyə sahib oldum? Məndə nə artdı? Pul vəsaiti artdı. Həmin an pul vəsaitindən söhbət gedir. Pul vəsaiti hansı hesabdır? Biz bilirik ki, pul vəsaiti bizim aktiv hesabımızdır. Aktiv hesablar harda artır? Aktiv hesablar harda artır? Biz bilirik ki, aktiv hesablar debetdə artır. Gördünüz. Deməli, biz müxabiləşmənin birincisini tapdıq ki, pul vəsaitidir. Yazacaq pul vəsaiti. Məbləği nə qədərdir? Biz bilirik ki, 5000 manat. Artdığına görə, pul vəsaitim artdığına görə və pul vəsait aktiv olduğuna görə, aktivlər də debetdə artdığına görə birinci bunu yazdıq. Çünki şərtimiz o ki, birinci hər zaman debet yazacaq. Yaxşı, nə olaraq qoyulubdur? Mənbə hardandır? Nizamlama kapitalı. Nizamlama kapitalı hansı elementə daxildir? Kapital elementinə daxildir. Nizamlama kapital artanda artma hardadır? Kreditdədir. Deməli, ikinci onu yazacaq. İkinci niyə yazır? Adını qoyacaq nizamlama kapital. Və burada yazacaq 5000. Artıq gördünüz, biz burada artma
və azalma plus və minusda istifadə eləmədik. Biz bildik ki, aktivin artması debet olduğuna görə bunu 5000 burada qeyd elədik. Nizamnamə kapitalında artması kreditdə olduğuna görə bunu kreditdə qeyd edəcək. Elə ola bilməz. Gördük, biri debetdə oldu, bir kreditdə oldu. Aydındır? Tamam, indi keçirik növbətlərə. Təsisçi tərəfindən borc müqaviləsi ilə 15 manat əlavə qoyuluş edilibdir. Yenə mən nəyə sahib oldum? Məndə nə artdı? Pul vəsaitim yenə artdı. Pul vəsaiti həmin an fikirləşirəm ki, hansı hesaba daxildir? Aktivlərə daxildir. Aktivlər harda artır? Debetdə artır. Gördünüz. Yenə də birinci pul vəsaitini yazacağım. Yazacağım pul vəsaitin. Məsəl üçün. Nə qədər? 15.000. Ancaq hardan əldə elədim? Hardan artdı? Mənbəyi hardandır? Təsisçi tərəfindən borc müqaviləsi ilə əlavə kapital qoyulur. Ona demək, öhdəliyim yaranır. Öhdəliyim yaranması nə demək? Öhdəliyim artır demək. Öz üzərinizdən fikirləşin. Demək, öhdəli harda artır? Kreditdə artır. Demək, ikinci yazacağım nə? Təsisçi borcu. Nə qədər? 15.000. Gördünüz. Deyə bilərsiniz, müəllim, bir hesab nömrələri nəyə lazımdır? Biz hesab nömrələri dərsini keçəndə biz bunu əlavə tapşırıq kimi evə verəcəm. Deyəcəm ki, öyrənmək məqsədim bir hesab nömrəni özünüz yazın. Hələ ki, biz o mərhələyə gəlməmişik. Sonra keçdik üçüncüyə. Bankdan 20 manat vəsait aldı. Gördünüz, bu da yenə öhdəliyi artır. Sadəcə bunu öz təsisindən aldığına görə təsisi borcu deyəcək. Bankdan aldığına görə nə deyəcək? Bank krediti deyəcək. Yenə pul vəsaitim artacaq. Pul vəsaitim artacaq. 20.000. Sadəcə mənbəyə nə olacaq? Adını qoymayacağım təsisçi borcu. Adını qoyacağım bank krediti. Bax, bunu qoyacağım bank krediti. Çünki bankdan alan bank krediti deyirlər. Təsisçidən alanı təsisçi borcu deyirlər. Gördünüz, 20. Yenə də bank qarşısında, burada bank qarşısında öhdəliyim yaranır, burada təsisçi qarşısında öhdəliyim yaranır. Sonra növbətdə keçdiyim digər şirkətdən 2 manat borc alır. Yenə eyni qaydada. Eyni qaydada. Çünki digər şirkətdən borc almaq məsələsi nə deməkdir? Biz bilirik ki, baxın, başqa şirkətdən borc alanda bizim öhdəliyimiz yaranır. Ona deyirik, məsələn, alınmış borc. Görürsünüz, öhdəliyim yaranır. Görürsünüz, burada da orada kreditdə artır. Və hər zaman da biz birinci yaza bilmərik. Birinci nəyə yazacaq? Birinci yenə pulum artır. 20.000. Yox, 2.000 manat. 2.000 manat, gördünüz. Sadəcə adın qoyacağım alınmış borc. Bir müəssisə digər müəssisədən borc alanda ona alınmış borc deyil. Görürsünüz, bunun üçü də öhdəlik hesabıdır. Sadəcə adları fərqlidir. Görürsünüz, eyni məbləğ qədər qeyd edirəm. Artıq mən burada plus minus işarəsi qoymuram. Və nəxt olaraq bir də burada deyə bilərsiniz ki, müəllim, bəs biz bunu yeni dəyişik eləsək nə olardı? Burada göstərir ki, mənim pul vəsaitim artır. Hamısında artırdır. Əksinə, bunların yeni dəyişik qeyd eləsə, ikinci pul vəsaiti, o demək ki, mənim pul vəsaitim azalıb deməkdir. Əksinə, mənim hesabatım bütün hamısı səhv gedəcək. Sonra gəldi növbətdə. Nəqd olmaqla ümumi dəyəri 4.000 manata olan mal kompüterlər alıb. Yəni, nə olub? Mal alması, kompüter alması nə demək? Mən nəyə sahib oldum? Nəyim artdı? Nəyim artdı? Malım artdı. Malım, ehtiyatlarım, mal ambarımda malım artdı. Gördünüz? Malım artdı. Aktivdir. Mənim aktivimə daxildir. Aktivlərin artması harada olur? Yenə debetdə olur. Ona görə, eləmi? Birinci onu yazacağım. Yazacağım, məsəl üçün, mal ambarı.
Mal, mal anbar. Bu çeşidi yazmaq. Sabah bu gün kompüter al, sabahsın məsəl telefon ala bilər. Yaxşı, hardan aldın? Məndə nə artdı? Malda, ambarda mal mı artdı? Nəyin hesabına artdı? Necə artdı? Hardan artdı? Pul vəsaitimin azalması hesabına. Pul vəsaitim hansı hesabdır? Nəqd aldığıma görə. Pul vəsait hansı hesabdır? Mənim aktiv hesabımdır. Yaxşı, aktiv hesabların azalması harda olur? Kreditli olur, gördünüz. Ona görə də mən bunu ikinci yazacağam. Pul vəsaiti olması elə demək deyil ki, həmişə debetli olur. Elə bir şey yoxdur. Bunlarda pul vəsaitim artdığıma görə və aktiv hesab edildiyinə görə birinci yaz. Ancaq mənim burada pul vəsaitim olur, azalır. Nə qədər azalır? 4000 manat. Gördünüz. Ona görə birinci malı yazıram, sonra pul vəsaiti. Niyə? Çünki ona görə ki, mən burada mənim mal ambarı da mənim aktivimdir, artıqdır. Bu aktivlərin yer dəyişməsi deyilir. Nə deməkdir? Yəni mənim pul faydalılığım 4000 manat azalır, çevrilir mal faydalılığıma. Ona görə pul faydalılığım azaldığına görə o da aktiv hesab, hər ikisi aktiv hesabdır. Sadəcə biri artır, digəri azalır. Azalan kredit olduğuna görə mən onu ikinci yazarım. Niyə? Biz bilirik ki, aktivlərin azalması kreditlər. Ona görə onu ikinci yazdım. Yəni elə demək deyil ki, pul vəsaiti hər zaman birinci yazılmalı. Belə bir şey yoxdur. Sonra gəldi kredit al. O birisini gördünüz nə almışdı? Nəqd almışdı. Nəqd almaq nə deməkdir? Mənim bir aktivim azaldı, digər aktivim azaldı. Bunu kreditə aldığına görə bu zaman mənim aktivlərimə təsir eləməyəcək. Yenə mala sahib olacağım. Sadəcə mənbə harda olacaq? Kreditə aldığıma görə. Demişdik ki, mal və xidmət kreditə alanda nə deyildi? Onun adına kreditor borc deyildi. Sadəcə yenə burada gördünüz, malım artdı, malım artdı. Sadəcə burada pul vəsaitinin hesabını nəqd almadım. Kreditə aldığıma görə kreditor borcum yarandı. Nə qədər? 5000 manat. Hamısını eyni məbləğ qədər qeyd edirsən. Birin burada 5000 qeyd edir, bunu 4000 qeyd edə bilməzsin. Gördünüz, mənim kreditor borcum, öhdəlik hesabım hansıdır? Bax, kreditor borcu gördünüz. Burada iki hesabım yarandı. Bu hesabla bu hesab. Mal ambarım arttısa nə deməkdir? Debitim artdı. Burada nə oldu? Kreditor borcum artdı. O da kreditor. Gördünüz, debit və kredit. Birinci də debit olan yazır. Sonra keçdik növbətiyə. Bu kompüterin hansı? Bax, bunların. 3000 bit. Ambarda nə qədər malım oldu? 9000, 4000-dən 5000. Bu kompüterin 3500 manat hissəsini 10 manata satılır və bu məbləğin də 3500 manatlıq hissəsi nəqd ödənilir. Nə demək? İlk anda demişdi ki, xərcə tərif vermişdi ki, iqtisadi faydalığın azalmasıdır. Bu nə deməkdir ki? Bu deməkdir ki, mənim ambarımdan 3500 manatlıq mal çıxmalıdır. Və minimum 2 hesab qeyd etmə məcburiyyətimiz olduğuna görə deməli çıxan mal hara gedəcək? Xərcə gedəcək. Biz burada əksinə mənim mallarım artıbdır. Görürsünüz, əksinə artıbdır. Malın azalması üçün nə etməliyəm? Mən ona mənfi yazılış verməliyim. Yəni nədir? Ona kredit yazılışı verməliyim. Niyə kredit yazılışı verməliyim? Çünki mal mənim aktivimdir. Aktivlər debetdə artır. Deməli, mən onun azaltması nə etməliyim? Kredit yazılışı verməliyim. Deməli, həmin an mən tapdım ki, ikinci malı yazmalıyım. Kredit isə, bax, bura. Nə qədər? 3500. Demişdi ki, birini tapmışamsa kreditli mütləq obisi debet və ya birini tapmışamsa birisi debetli obisi mütləq kreditli. Niyə niyəcəm mən buradan? Mən gələcəm avtomatik. Mal çıxanda, malın çıxışı ambarda nə sayılır? Xərc sayılır. Bax, SMM-dir. Satılan məhsulun maya dəyəri.
Gördünüz? SMM-dir. Yenəcəm, ambarda mal, xərc hesabı da aktiv kimi aparır. Harada xərcim artıb deməkdir. Xərcin artması harada olur? Debitdə olur. Ona görə də birinci yazacağım SMM deyəm. Yəni xərcim artdı. 3500. Gördünüz? Növbətiyə keçdim. Bura kimi sualı olan var yoldaşlar. Nəyəsə başa düşmədiyiniz bir şey varsa deyin. Təkrar izah edin. Evet. Tamam. Nəyəsə ortada qaranlıq gəlsə eləsə siz deyin təkrar ona geri dönüş edin. Davamında nədir? 10.000 manata satılır. 10.000 manata satmaq nə demək? Bu deməkdir ki, mən 10.000 manat qazanmışam. Ancaq şərtində deyir ki, onun 3500 manatlıq hissəsi nəqd daxil olur. Nə deməkdir? Demək 3500 manatlıq hissəsi nəqddirsə, bunun qalan 6500 manatlıq hissəsi debitor borcdur. Debitor borc da mənim aktiv hesabımdır, eləmi? Pul vəsaitim də aktiv hesabdır. Deməli, pul vəsaitim də artıb, debitor borcum da artıb. Bunların artması harada olur? Debetdə olur. Deməli, debet hissədə nəyə yazacağım? Debitor borcu və pul vəsaiti. Ancaq hardan artıbdır? Mal satışı gəlir hesabına. Gəlir hesabları harada artır? Maldan gəlir. Harada artır? Kreditdə artır. Görürsünüz. Deməli, birinci nəyə yazacağım? Birinci yazacağım, yəni 3500 manat pul vəsaiti və 6500 manat debitor borcu. Bura kimi qeyd elədiklərim sadə müqaviləşmədir. Sadə müqavilə. Və indi qeyd eləyəcəyim nədir? Mürəkkəb müqaviləşmədir. Mürəkkəb müqaviləşmədə minimum 3 dənə hesab lazımdır. Pul vəsaiti, debitor borc, bir də yadda saxlayın. Həmişə kreditdə yazılan hesabı yazanda onu bir də sağa sürüşdürürlər. Maldan gəlir. Yazdıq bura. Sadəcə pul vəsaitini yazacaq 3500 debet sütununda. Onun altına 6500 yazdım debitor borçda. İkisinin cəmi nə qədər demiş, gəlir anlayışımızı nə dəxil? Cəmi gəlir anlayışında hesablama metodu üzrə yanaşmamız o ki, pul vəsaiti üstəcə debitor borç daxildir. Deməli, bu hissədə nə edəcəyik? Bu hissədə 10.000 manat buraya yazacaq. Cəmi. Bu oldu bizim mürəkkəb müqaviləşməmiz. Desəydi ki, əgər hamısı nəqd daxil olubdur, o zaman bu olmayacaqdı. Məsəl üçün. Bu da birdən pul vəsaitimdə olacaqdı 10.000 manat. Məsəl belə. Və tam tərsinə desəydi. Desəydi ki, deyib ki, hamısını sonra ödəyəcəm, onda belə olacaqdı. Desəydi, hamısının hissə formasında. Bu cür olacaq. Sadəcə deyir yarı-yarı olduğuna görə bizim hal-hazırda məsələnin şərtinə uyğun olaraq bizim müqaviləşməmiz belə olacaq. Sonra keçdik. Göstərdiyi xidmətə görə 2000 manat gəlir əldə edir və onun da 1500 manatlıq hissəsi nəqd ödənildir. Nə deməkdir? Yenə bu da mürəkkəb müqaviləşmədir. Sadəcə xidmətlə malın fərqi nədir? Xidmətdə ambar olmadığına görə onda SMM-də söhbəti olmur. Birbaşa elə 2000 gəlir əldə eləyir və onun da 1500 manatlıq hissəsi nəqd ödənilir. Yəni xidmətdə ambara mal girişi də yoxdur, ambardan mal çıxışı da yoxdur. Ona görə bir dənə müqaviləşmə yazacağıq. Sadəcə 1500 manatlıq hissəsi nəqd daxil olduğuna görə nə deməkdir ki, onun digər hissəsi isə yəni 500 manatlıq hissəsi isə debitor borcdur. Və biz də bilirik ki, həm debitor borc, həm pul vəsaiti elə bizim aktivimizdir. Aktivlərin də artması harada? Debetdədir. Aktivlərin artması debetdədir və mənbəyi hardandır? Gəlir hesabıdır. Gəlir hesabımız da kreditdədir. Ona görə birinci yenə pul vəsaitindən debitor borcu yazacaq. İkincidə isə, kreditdə isə biz yazacağıq xidmət gəliri. Sadəcə adları fərqli qoyuruq. Baxın. Buna xidmətdən gəlir yazılır.
Cəmi nə qədər eləmişdi? 2000. Biz bildik ki, bunun 1500 belə, 500 belə. Diqqətli olun. Bəzən burada ondarsız sıfır yazmaq o deməkdir ki, e, yəni nə deməkdir? Yəni 2000 hala 200 hala. O demək ki, 1800 manat məsələnizdə səhv gedəcək. O sizə problem yaradacaq. Bir də oturub keçmiş axtarasız kağıdı səhv eləmişəm. Ən çox klassik səhvlə sıfırın birini az yaza bilərsiniz. Birini 2000, birinin məsəl üçün burada tutaq ki, bunu 3500 yazarsınız, bunu 4500 yaza bilərsiniz. Yazsanız səhvdir. Yəni hər ikisini eyni məbləğ qədər yazmanız lazım. Sonra keçdi. İşçi heyəti üzrə 1500 manat əmək haqqı hesablanıb və bunun da 1000 manatlıq hissəsi ödənilir. Biz demişdik ki, hesablanma metodu üzrə gəlirə yanaşması o ki, debitor borcu öncədən gəlir kimi tanıyır. Xərclərə yanaşması nədir? Xərcə yanaşması odur ki, öhdəlik ilk anda bizə sənəd öhdəlik yaradırdı və deyirdi ki, dərhal onun yanında kölgəsiz kimi olan xərci də öncədən yarat. Yəni, öncədən planla. Sonradan ödənilən pulda hara gedirdi? Sonradan ödənilən pulda gedirdi öhdəliyin azalmasına. İndi burada bir dənə məsələ var. İlk anda 2 yerə böləcəyik. Demişdik ki, bu zaman cüt-cüt hesablardır. Əmək haqqı xərci, əmək haqqı öhdəliyi. Əmək haqqı xərcidir. Mənim əmək haqqı xərcim artıbsa nə olacaq? Xərclərin artması haradadır? Debetdə. Deməli, birinci əmək haqqı xərcini qeyd edəcəyik. Öhdəliyimin artması haradadır? Kreditdə. İkinci də əmək haqqı öhdəliyini qeyd edəcəyik. Məbləğli də nə qədər edəcək? Maksimum hətta 1500 manat qeyd edəcək. İlk öncə yazacaq əmək haqqı, baş hərflərini yazıram, xərci. İkinci də yazacağım əmək haqqı öhdəliyi. Nə qədər? Biz yazdıq 2000 manat. Yox, 1500 manat. 1500 manat. Sonra keçdik. Bundan bitmədi. Biz burada nə elədik? Biz öhdəlik əsasında biz xərci planladıq. Elə demək deyil ki, mənim cibimdən pul çıxıb. Müəyyən müddət sonra deyir ki, 1000 manatı ödəyirik. 1000 manatı nə ilə ödəyirik? Pulla. Pulla edəndə mənim pulum nə olur? Azalır. Pul hansı hesab? Aktiv hesabdır. Aktiv hesabların azalması harda olur? Yəni, azalması harda olur? Kreditdə olur. Deməli, onu mütləq ikinci yazacağım. Öncədən yazaram ki, pul vəsaiti, məsələn, ikinci yazılır. Pul vəsaiti. Biz bildik ki, pul vəsaitin 1000 manat ödəyirəm. Yaxşı, pulu ödəyirəm. Bilirəm ki, 1000 manat məndən çıxar. Çıxan pul hara gedir? Çıxan pul gedir öhdəliyimin azalması. Çünki öhdəlik 1500 manat idi. Öhdəliyimin burada nə olmuşdu? Artmışdı. Niyə? Kreditdədir. Çünki öhdəliklərin artması harada olur? Kreditdə olur. Yaxşı, mənim öhdəliyim azalanda harada olmalıdır? Debetdə olmalıdır. Ona görə də birinci əmək haqqı öhdəliyin yazacağım. Çünki mən artıq ödəyəndə öhdəliyim azalır. Öhdəliyin azalması isə onu mən harada yazacağım? Mən avtomatik olaraq onu kreditdə yazacağım. Onu da burada yazacağım. Onun da azalması debetdə olur. Çünki niyə? Çünki öhdəliyin artması kreditdədir. Azalması debetdə. Mən artıq 1000 manat ödəyəndə o demək ki, mənim 1500 öhdəliyim azalır, 500 manata düşür. Niyə? O 1000 manat azaldır. Ona görə birinci əmək haqqı öhdəliyini yazın. Yəni, demək istəyirəm ki, biz pul vəsaitdən çox yazdığımıza baxmayın. Ən çox müqabiləşmələr pul vəsaitində olur və onu da bilin ki, pul vəsait olması elə demək deyil, hər zaman artacaq. Pul vəsaiti əks olanda, azalanda mən onu kreditdə qeyd edəcəyim. Ambarda malım azalanda kreditdə qeyd edəcəyim. Öhdəliyim azalanda isə, tam tərsinədir, onu debetdə qeyd edəcəm. Sonra keçdik.
kreditə 5 manat dəyərində avadanlıq al. Kredit al. Kredit almaq nə demək? Bax, burada görürsünüz, burada da kredit almışdı. Burada da 5.000 var, burada da. Bununla bunun fərqi nədir? Bunda odur ki, mən bunu alıram, 6-cı punktda alıram. Bunu satmaq üçün bu mal mahiyyəti, kompüter olsa, bu da avadanlıq hesab edilir. Sadəcə satmaq üçün aldığıma görə mal ambarı kimi qeyd edirəm. Ancaq burada isə əlavə nə bilim, başqa bir avadanlıq almışam və kompüter almışam, öz istifadəm üçün almışamsa, işçilərin istifadəsi üçün almışamsa, bu mənim nəyim hesab edilir? Yenə avadanlığım hesab edilir. Eyni qaydada sadəcə görürsünüz, burada kreditor borc yazmışdır. Sadəcə bunu yazmayacaq biz mal ambarı, adını qoyacaq avadanlıq. 5.000. Sonra gəldi, keçdi növbətiyə. Digər şirkətə 1000 manat borc verir. Nə demək? Biz demişdik ki, bir şəxsə borc verməyin adına nə demək? Verilmiş borc deyil. Baxın, verilmiş borc. Yəni, öhdəliyim yaranmır. Əksinə, mən borc verən tərəfəm deyim, alacağım yaranır. Alacağımız nə ilə bağlı ola bilərdi? Alacağımız verilmiş borcla bağlı alacağımız olardı. Eləmi? Bir də ola bilərdi ki, nəsə satdığımıza görə, xidmət və mal satdığımıza görə, xidmət və malla bağlı alacağımıza isə nə deyildi? Deyildi debitor borc. Biz burada borc vermişik, nə demək? Pul vermişik. Pulum azalıb. Pulun hansı hesab? Aktiv hesabdır. Pulun azalması nə deməkdir? Aktivin azalması. Aktivlərin azalması harada olur? Kreditdə olur. Demək, ikinci pul vəsaitini yazacaq. Yaxşı, bunun müqabilində nə oldu? Mənim insanlara verdiyim borcum, pulum, məbləği artdı. Ona görə də birinci vermiş borc yazacaq. Birinci yazırıq verilmiş borc. İkinci də yazırıq pul vəsait. Məbləğimiz nəyə qədər? 1000 manat. Baxın, borcla bağlı 3 dənə anlayışa rast gəldik. Daha artıq 3 dənə də yox. Təsisi borc. Mən bu təsisi borcunda bank kreditini alınmış borcdur. Mən burada alan tərəfəm. Sadəcə yenə deyim, öz təsisindən borc alan, ona təsisi borcu deyirik. Başqa bankdan alanda deyirik, bank kredit deyirik. Yox, bizim şirkət, digər şirkətdən alınmış borc deyirik. Hər üçündə öhdəlik yaranır. Sadəcə adları fərqlidir. Hətta nizamlama kapitalı kimi təsisi burada qoyanda ona biz nizamlama kapitalı deyirik. Burada isə biz borc alan deyil, borc verən tərəfik. Borc verən tərəfi və o zaman da vermiş borc bizim aktivimiz hesab edilir. Vermiş borcumuzun miqdarı artır deyil. Biz onu debetdə qeyd edirik. 500 manat dividend hesablanıb və ödənilir. 500 manat dividend hesablanıb və ödənilməsi nə demək? Bu deməkdir ki, bu da hesablama metodu üzrədir. İlk anda nə edəcəyik? Biz dividend ödənişi, dividend öhdəliyi yaradacaq. Gəlirik. Niyə? Çünki baxın, burada dividend ödənişi bizim ayrıca punktumuz var. Debetdə artır. Dividend öhdəliyi hesabının içində olduğuna görə biz ona dividend öhdəliyi deyirik. Məsələn, burada geniş formatda da baxmaq olar. Baxaq. Dividend öhdəliyi. Bir də dividend ödənişi. Dividend ödənişi kapitalın içindədir. Sadəcə görsün qeyd eləmişəm ki, o debetdə artıb, kreditdə azalan. Deməli, dividend ödənişi debetdə artır. Hətta burada ayrıca olaraq da qeyd eləmişəm. 500 manat olduğuna görə biz nə edəcəyik? İlk anda yazacağıq dividend ödənişi. Birində yazacağıq dividend öhdəliyi. Nə qədər? 500 manat. Necə ki, əmək haqqında kimi. Əmək haqqında necə elədik?
əmək haqqı xərc, əmək haqqı öhdəliyi yaratdıq. Sonra nə etdik? Sonra pul vəsait azaltdıq, getdi öhdəliyimiz azaltdıq. Burada da dividend ödənişi, dividend öhdəliyi yaradırıq. Sonra da ödəyirik. Ödəyəndə ödədiyimiz pul hara gedəcək? 500 manat. Çünki pulum azalır. Pulun azalması nə deməkdir? Aktivin azalması deməkdir. Aktivlərin azalması harda olur? Kreditdə olur. Aktivlərin azalması, baxın, kreditdə olur. Deməli, onu ikinci qeyd elədim. Birinci nəyə qeyd edəcəm? Dividend öhdəliyi. Niyə? Çünki mənim təsisçi qarşısına, təsisçiyə nə qədər pul verməli idim? 500 manat. O zaman nə olurdu? Mənim 500 manat öhdəliyim yaranırdı. Ancaq mən ödəyəndə artıq təsisçi qarşısında mənim öhdəliyim sıfırladı. Mənim ona bir borcum yaranmır. Nə deməkdir? Öhdəliyimin azalır. Öhdəliyin azalması harada olur? Debitdədir. Və birinci də hər zaman debit qeyd eləyəcəyimizə görə birinci də dividend öhdəliyini qeyd elədik. Bizim bura kimi elədiyimiz bu məsələ ilə bağlı bizim müqabiləşmələrimiz bundan ibarət. Ümid edirəm ki, bura kimi sizin bir sualınız yoxdur. Varsa buyurun.